Salam. Baxacaq sırf hisslərə. Hal-hazırda nə hiss eləyir? 4 variant. Ekspres bir açılım olacaq. Çox uzun eləməyəcəm. Hal-hazırda onun sizə qarşı hissi tutumu necədir? Qarşılarsız bir seçim. Ekspres bir rasklad. Hal-hazırda nə hiss eləyir? Birinci variant. Hazırda hisslər, incəlikdir, vida çıxır və aqressiya var içində. Nəsə incitmişsiniz siz onu. Bəlkə ələ salmışsınız, bəlkə aşağılanmışsınız. Bilmirəm nə əla gəldi. Bir neçə kart daha çəkək hisslər. Bəli, ola bilər ki, siz ona nəsə demişsiniz, o hansı ki, o barədə özünə çox güvənirdi və siz nəyisə üzünə vurub onun güvənini zədələnmişsiniz. Hisslər inciklikdir. İkinci varianta keçirik. Hal-hazırda nə hiss edir? Qısqanclıq var, bilirsiniz necə? Pasiv bir aqressiya, hansı ki, onu kənara göstərmirsən. Belə bir aqressiyası var. Qısqanclıqla əlaqəli ola bilər. Ümumiyyətcə nə ilə əlaqəlidir? Bəli, qısqanclıqla əlaqəlidir. Çünki hissləri var sizə. Ola bilər nəsə eləyirsiniz siz, hansı ki onun olmağını istəmir, amma birbaşa sizə demək niyyətində deyil ki, bunu eləmə və yaxud da mənim xoşuma gəlmir və yaxud da bunu giymə və yaxud da arasa getmə. Hisslər sevgidir, böyük duyğular, romantik hisslər və mən onu qısqanıram. Belə bir vəziyyətdir. Üçüncü varianta keçirik hisslər. Nə hiss edir? Nəsə var, elə bil ki, onun üçün bir ağır yükdür. Nə ilə bağlıdır bu? Nə hiss edirsən? Yük hiss eləyir o. Üstündə bir ağırlıq, yük. Qorxular var. Qorxuları çoxdur və gələcəyin görə bilmir. Sanki yük altında əzilir, nə edəcəyini bilmir. Və çəkilir özünə qapanır. Bax, belə bir vəziyyətdədir. Ümumiyyətcə sevgi varmı, duyğu olaraq nə var? Sevgi var, amma sadəcə hesab edir ki, bu sondur. Bilmirəm niyə belə. Sondur, amma hisslər var və geri dönüşü olmayan sondur. Belə düşüncələrdədir. Çox pozitiv fikirləri yoxdur. Keçirik dördüncü varianta. Nə hiss edir o? Nəsə planlaşdırır yazmaq falan. Ümumiyyətcə hisslər. Hisslər bilirsiniz, özünüz başa düşdünüz artıq nə hisslərdir. Böyük fiziki maraq var, hisslər belədir. Amma bu demək deyil ki, təkcə fiziki maraqda, həm də hisslər super vəbşir. Görüşmək, yazmaq, danışmaq, hər şey istəyir, görmək istəyir, çox sevir, aşiq olub, vurulub, hər cür. Yəni, həm fiziki, həm duyğusal, yəni insan sizlə də istər, super vəbşir əladır. Çox gözəl hisslər.